Növbəti bir mənzildə hamınızı salamlayırıq kanalımızın abunəçiləri. Bugün Xanşuşski küçəsi Tibb Universitetinin yaxınlığı yeni tikili 16 mərtəbəli qazlı və kupçalı binanın 4-cü mərtəbəsində qanuni 2 otaq 93 kvadrat ölçülü 3 otağa düzəlmə yeni təmir olunmuş kupçalı əşyalı bir mənzildir. Mənzildə təmirdən sonra demək olar ki, yaşayış olmayıb. Mənzili sizlərə təqdim edəcəm. Bütün məlumatlarını qeyd edəcəm və qiymət də sonunda deyəcəm. Xahiş olunur, təqdimatı bəyənməyiniz və rəy bölmələrdə fikirlərinizi yazmağı unutmayın. Giriş hissəmiz burada. Girişdə sağda qardirob hissə yığılıb. Qranit mərmər görünən hissələr isti döşəmə ilə təchiz olunub. Burada açarlıq hissə qurulub. Tam qarşımızda ilk öncə mənzilin qonaq otağı yerləşir. Baxın, belə bir gözəl, geniş, ağralı bir qonaq otağı var. Lazım olan bütün aksesuarlarla təmin olunub. Sol hissədə TV stand hissəsi, sağ hissədə künc divanı və qabaq masası, həmçinin yemək masası ilə təchiz olunub. Belə bir dekor gül də var. Təbii gül deyil, əlbəttə ki, dekor güldür. Kombi batareyalar tam şəkildə yerləşdirib, pərdələr və həmçinin burada belə bir gizli qardirob hissədə mövcuddur. 93 kvadrat ümumi sahədir. Qanuni 2 otaqdan 3 otağa düzəlib super təmirli bir mənzildir. Həqiqətən də çox gözəl, ağralı, geniş bir mənzillə qarşınızdayıq. Qiymət də çox münasib qiymətdir. Qiymət də sizlərə qeyd edəcəm. Burada mənzilimizin birinci yataq otağı yerləşir. Baxın, belə bir yataq otağı var. Yataq otağı üçün də lazım olan hər bir detal düşünülərək təmir olunub və əşya ilə döşənilib. Kondisioner xətlərinə qədər çəkilib, yəni hazırdır. İlk öncə mətbəx bu hissə olub. Mətbəx girişdə belə bir dəhliz hissədə düzəlib. Baxın, özünə aid havalandırma xəttinə qədər mövcuddur. Şaxta hissəsi var. Belə bir şüşə ilə açılıb bağlanan hissə mövcuddur. Baxın, bu şəkildədir. Üzəri tökmə mərmərdir. Döşəmə burada da qranit mərmər və istifadlı təchiz olunub. Burada isə ikinci yataq otağı yerləşir. Bu yataq otağı da digər yataq otağı kimi lazım olan əşyalarla təchiz olunub. Baxın, bu şəkildədir. Tam boy axıra qədər qardirob masası, qardirob hissəsi, künclüklər, yataq dəsti, çılçıraq, make-up masası və TV stand hissəsi və make-up masasının oturacağına qədər qurulub. Döşəmə bahalı və keyfiyyətli bambuk parketdəndir. Burada isə sanitar qovşağı yerləşir. Sanitar qovşağına da lazım olan aksesuarlarla təchiz olunub. Duşqabin hissə qurulub və divar içi görürsən bankaya məxsus divar içi çaşırdan istifadə olunub. Burada da döşəmə istifolla təchiz olunub. Baxın, bu şəkildədir. Mənzilimiz 16 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. Tibb Universitetinin yaxınlığında çox gözəl bir binadadır. Qanuni 2 otaqdan 3 otağa düzəlmə, kupçalı və əşyalı təmirdən sonra yaşayış olmayan bir mənzildir. Qiymət 335 min manat başlanğıc qiymətdir. Real alıcıya endirim olunacaqdır. Daha doğru və ətraflı məlumat üçün səhifəmizdə əlaqə nömrələrimiz mövcuddur. Bizə zəng edə bilər və yaxud da ki, yaza bilərsiniz. Görüşüm mənzilə əyani şəkildə də baxmaq imkanı mövcuddur. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.